Bugünkü bizim birinci mövzumuz rəssamlığa təməl giriş. Rəssamlığa təməl giriş haqqında danışanda mən birinci növbədə ümumilikdə rəssamlıq qabiliyyəti haqqında danışmaq istərdim. Bəziləri hələ düşünür ki, rəssamlıq qabiliyyəti məhz təsvirdən ibarətdir, təsvir edə bilmək qabiliyyətidir. Ancaq ki, mən belə düşünürəm ki, rəssamlıq qabiliyyəti əslində rəssamın yolunda onun qarşısına çıxan çətinliklərə müqavimət göstərə bilmək qabiliyyətidir. Necə bir dəfə rast gəlmişdim, bir pianistə sual verirlər ki, ifa eləmək qabiliyyəti ilə bağlı sual verirlər. O da cavab olaraq qayıtdı dedi ki, sizin eşitdiyiniz qabiliyyət deyil, sizin eşitdiyiniz 20 Çox il. istəyirəm. Arxada görmədim deyə girdim. Bizim üçün problem yox idi, elə biz də əksinə hələ onu istəyirdik ki, arxadakılar düşsünlər. İfa barəsində sual verdikləri zaman o cavab olaraq bunu dedi ki, sizin eşitdiyiniz qabiliyyət deyil, sizin eşitdiyiniz 20 il hər gün gündə 8 saat pianino ifa etməkdir. Çünki əslində rəssamın yolunda onun qarşısına bir çox maneələr çıxır və adətən də bu maneələr mənəvi maneələrdir. Fikirlə bağlı olan maneələrdir. Hər bir rəssamın bir keçid dövrü olur ki, o rəssamlığı atmaq istəyir. O hələ düşünür ki, bu iş onun işi deyil. O elə düşünür ki, onda heç nə alınmır, o öz əsərlərini bəyənmir. Ümumi bir apatiya halına düşür. Öz işini davam elətdirmək istəmir. Bəziləri hələ düşünür ki, bu sadəcə olaraq onda baş verir. Ancaq ki, əslində mən belə bilirəm ki, bizim hər birimiz bu keçid dövrünü yaşayırıq. Nə vaxt ki, biz bu işi atmaq istəyirik, bununla məşğul olmaq istəmirik. Bunun nəinki ancaq mənəvi, həmçinin də maddi tərəfdən də rəssam həmişə çox sıxıntı yaşayan insanlardan biri olur. İndi hal-hazırda da bir stereotipdir ki, mütləqdir ki, rəssam acından ölən bir insandır. Ancaq ki, mən bunu deyə bilərəm ki, tarix boyu hələm acından ölən bir rəssam olmayıb. Adətən acından ölən rəssamların bu öz seçimi olub, nəinki onlara həyat buna məcbur edib. Ona görə də mənə hələ gəlir ki, biz bu maneələri dəf etməyi bacarmalıyıq. Əgər ki, bizim həvəsimiz varsa rəsmlə məşğul olmağa, ki, rəssamlıq sadəcə olaraq təsvirdən ibarət bir sahə deyil. Ümumiyyətlə gördüyünüz, vizual gördüyünüz nə varsa, hər şey, oturacaqdan tutmuş, təyyarəyə qədər, hər bir şey nə vaxtsa rəssamın düşüncəsidir, rəssamın xəyalıdır və onun təsvirindən ibarətdir. İndi də hal-hazırda gördüyünüz hər bir şeydə bu qaydadadır. Gördüyünüz hər bir bina vaxtı ikən rəssamın, ki bundan əvvəl memarlar eləməz rəssam idi, gördüyünüz binalar haçansı bir rəssamın xəyalıdır, onun təxəyyülüdür. Ona görə də mən belə düşünürəm ki, bu rəssamlıq qabiliyyəti bu işlə məşğul olmağa olan həvəsdən ibarətdir və həmçinin də ki, bu yolda bizim qarşımıza çıxan maneələrə müqavimət göstərə bilmək qabiliyyətimizdədir. Qaldı ki, bizə adətən verilən suallar. Adətən rəssamlığa giriş dediyimiz zaman bizimlə məşğul olan tələbələr həvəskar və akademik tələbənin və yaxud da ki, digərlərin fərqini öyrənmək istəyirlər. Həvəskar tələbənin akademik tələbədən fərqi nədən ibarətdir? Adətən həvəskar insanlar bizim yanımıza gəldiyi zaman onlar daha çox istirahət məqsədi ilə, bir hobbi məqsədi ilə gəlirlər. Öz boş vaxtlarını səmərəli keçirmək istəyirlər. Əgər ki, biz bu sahəni akademik ixtisas kimi nəzərdə tuturuqsa, onda biz bu ixtisasa müəyyən qədər vaxt ayıra bilməliyik. Çünki incəsənətin hər hansı sahəsi olur olsun, əslində bu bizim həyatımızın böyük bir hissəsidir. Hər bir insan anadan olduğu zaman rəssam kimi anadan olur. Yaş getdikcə, xarici amillər ona təsir etdikcə, o öz qabiliyyətini, yaradıcılığını başlayır itirməyə. Biz yaradıcı insanların isə məqsədi əslində bundan ibarətdir ki, bu yaradıcılıq qabiliyyətini inkişaf elətdirək. Yaş getdikcə qabiliyyətin azalması yerinə, yaş getdikcə qoy qabiliyyət inkişaf eləsin və insan daha da yaradıcı olmağa davam eləsin. Nietzsche'nin dediyi kimi, incəsənət insan ruhunun özünü tanıması yolunda olan ilk mərhələsidir. Yəni, bayaq dediyim kimi, rəssamlıq sadəcə olaraq təsvirdən ibarət deyil və rəssamlıq qabiliyyəti də sadəcə olaraq təsvir edə bilmə qabiliyyətindən ibarət deyil. Yəni, bu əslində
həddindən artıq böyük bir qabiliyyətdir. Və mən tam səmimi qəlbdən buna inanıram ki, bu qabiliyyət bizim hər birimizdə var. Sadəcə olaraq bu qabiliyyəti aşkara çıxartmağı bacarmaq lazımdır. Ona görə də əgər ki, hər biriniz ki, bu ixtisasla məşğul olmaq istəyir, birbaşa peşəkarcasına olmasa belə, sadəcə olaraq başlamasına mən çox məsləhət bilirəm. Siz özünüz həyatınızda yaradıcılığın sizə olan təsirini əminəm, zəmanət verirəm ki, görəcəksiniz. Bu istəyir istirahət məqsədli olsun, istəyir hobbi məqsədli olsun, boş vaxtın səmərəli keçirilmək məqsədi ilə olsun, istərsə də peşəkar akademik təhsil məqsədi ilə və gələcək ömrümüzün bu ixtisas üzrə davam etməsi məqsədi ilə olsun. Bunlardan hər biri, hər hansı biri olur olsun, mənə hələ gəlir ki, bu ixtisas, bu sahədə ümumiyyətlə işə başlamağa dəyər. Çünki dediyim kimi, rəssamlıq qabiliyyəti sadəcə olaraq təsvirdən ibarət deyil. Və o demək deyil ki, əgər ki, mən şəkil çəkə bilmirəmsə, mənim rəssamlıqda qabiliyyətim yoxdur. Mən bir çox dəfələrlə olub ki, elə tələbələrlə rast gəlmişəm ki, ona bunu bildirmək istəməmişəm. Ancaq ki, bir ay yarım ona məşğul olanda ona əslində bunu demək istəyirdim ki, yəni səndə alınmayacaq. Ancaq ki, bir deyib gözləmədiyim nəticələrlə üz-üzə qalmışam. Tam əmin olduğum tələbələr məni yanılda bilib, heç bir şeyə alınmayacağından əmin olduğum insanlar gözlənməyən nəticələri veriblər. Ona görə də rəssamlıq qabiliyyəti, rəssamlıq peşəsi elə bir peşədir ki, inanın, heç kim bunu sizə qabaqcadan bildirə bilməyəcək ki, bu insanın rəsm qabiliyyəti yoxdur. Bu insan təsvir etməyi bacarmır. Çünki burada bir mərhələ var ki, o mərhələ müəllimdən də asılıdır. Çünki müəllim bu sahədə istiqaməti verə bilməlidir, müəllim yönəldə bilməlidir. Hər birinizdə rəssamlıq sahəsində olan qabiliyyətin müəyyən bir hissəsi var. Hərədə bu özünü bir fərqli cürünə bir ruzə verir. Ona görə də burada müəllimin iştirakı, məsələ bundan ibarət olacaq ki, müəllim sizə istiqamət verə biləcək ki, sizin bu istiqamətdə olan qabiliyyətiniz nə səviyyədədir və siz incəsənət sahəsində nə ilə məşğul ola bilərsiniz. Adam var ki, rəng hissiyatı çox güclüdür, adam var konstruktiv qurma qabiliyyəti çox güclüdür, riyazi məntiqli insandır. Adam var ki, ədəbiyyatı çox güclüdür, romantizm istiqamətində güclü işlər işləyə bilər və s. Sadəcə olaraq başlamaq lazımdır və mən bu sahədə işə başlamağı sizə çox-çox məsləhət bilirəm. Materiallar və s. və l. bunların hamısını öyrənmək, yəni bu ixtisasın texniki tərəfini öyrənmək əslində heç də qəliz deyil. Burada artıq yenə də dediyim kimi müəllimin iştirakı vacibdir. İstər orta məktəbdə olsun, istər ali təhsil müəssisəsində olsun. Necə ki biz uzun illər təhsil alırıq, ancaq ki qısa müddət bir müəllimlə edilən söhbət bir də görürsən ki, uzun illərin təcrübəsini əvəz edə bilir. Çünki müəllim vaxtı ikən, müəllimin tələbədən fərqi ümumiyyətlə bundan ibarətdir ki, müəllim vaxtı ikən uzun illərini səhvlərə itirib, artıq səhvləri xaric edə bilib sizə məlumatın yalnız düzgün tərəfini ötürə bilər. Ona görə də bizim ixtisasda müəllimin iştirakı vacibdir. Siz özünüz həvəskar olaraq da məşğul ola bilərsiniz, ancaq ki tək başına bu çox uzun müddət apara bilər. Tək başına siz daha tez həvəsdən düşə bilərsiniz. Tək başına hələ düşünə bilərsiniz ki, sizdə ümumiyyətlə alınmır. Halbuki heç fərqində də olmaya bilərsiniz ki, alınan tərəf heç sizin düşünmədiyiniz tərəfdir. Alındırmadığınızı düşündüyünüz tərəf əslində alınan tərəfdir. Yəni, bunların hamısı mümkün məsələlərdir. Ona görə də bizim ixtisasda müəllimin iştirakı vacibdir, xüsusilə başlanğıc dövründə. Bundan əvvəl rəssamlıq təhsili rəssamın emalatxanasında onun tələbəsinin onunla birlikdə çalışmasından ibarət idi. Şagirdi, tələbənin uşaq yaşında gətirib qoyurlar bir rəssamın emalatxanasına, onun yanında köməkçi kimi. 4 il müddətində həmin uşaq onun yanında püxtələşirdi, onun işlərini işləməyə kömək eləyirdi, boyalarını qatırdı, kətanlarını hazırlayırdı və s. O işi birbaşa görərək öyrənirdi. Bir balaca bizim ixtisas elə ixtisasdır ki, burada təkcə danışmaq kifayət deyil, bunu birbaşa görmək lazımdır. Çünki təcrübi ixtisasdır. Tarixin ən böyük ustalarından biri Leonardo da Vinci o da deyirdi ki, mən təcrübənin tələbəsiyəm. Məhz bu tərəfdə də, yenə də təkrarlanıram, müəllimin iştirakı vacibdir. Çünki siz nəzəri məlumatı həddindən artıq çox eşidə bilərsiniz.
Ancaq ki, müəllimin qısa müddət ərzində sizə göstərə biləcəyini heç nə əvəz etməyəcək. Mən ola bilər ki, bir 20 dəfə burada başa salım nəzəri şəkildə ki, boyaları necə bir-birinə qatmaq lazımdır, ancaq ki, siz bunu başa düşməyəsiniz. Bir dəfə mənim yanımda məşğul olanda, bizimlə məşğul olanda mənim boyanı qatmağımı görüb başa düşəsiniz ki, mən nədən danışıram. Ona görə də son məqamda sözümü qısaldıb bunun haqqında danışmaq istəyirəm. Əksər hallarda çox insanların bu sahədə maneəsi gəlir uşaqlıqdan. Mən uşaq vaxtından da bu işlə məşğul olmaq istəyirəm. Valideynlər mənə maneə törədib, ətraf mənə maneə törədib, mənə deyiblər ki, bu ixtisasda pul yoxdur və s. və axır mənə hələ gəlir ki, indi hal-hazırda bizi izləyən insanların əksəriyyəti yetkin insanlardır. Artıq özləri öz qərarlarını verə bilirlər. Ona görə də mən sizə bunu tam əminliklə demək istəyirəm ki, bizim sahədə başlamağa heç vaxt gec deyil. Ümumiyyətlə, mən bu cür düşünən insanam ki, biz gedək bu zaman anlayışını öz beynimizdən çıxardıb ata biləyik. Çünki mən belə düşünürəm ki, bu sadəcə olaraq stereotipdir. Əksər insanlar yaşlı dövrlərində çox böyük uğurlar qazanıblar. Ona görə də bizim də ixtisasda heç vaxt başlamağa gec deyil. Bu ixtisasda başlamağı və davam eləməyi sizə tövsiyə edirəm. Qabiliyyətlə bağlı da dediyim kimi, rəssamlıq sahəsində qabiliyyət yalnız təsvirdən ibarət deyil. Bu həddindən artıq çox şaxəli bir sferadır, çox şaxəli bir ixtisasdır. Ona görə də gəlin birlikdə yaradıcılığımıza başlayaq.